Bu gün sizə Gənc Yazarlar İttifaqının aktiv üzvü gənc yazar Fərid Məhərrəmlinin Setral romanını təqdim edirəm. Setral romanı Alfacin nəşriyyatı tərəfindən 2024-cü ildə Bakı şəhərində nəşr olunmuşdur. Kitab 192 səhifədən ibarətdir. Setralı fantastik trilogiyanın ilk kitabıdır. Müəllif adlar vasitəsilə özünəməxsus üslubda yeni kodlar sistemi yaradır. Tarixi fantastik elementlər ehtiva edən romanda xeyirlə şər, qaranlıqla işıq qarşı-qarşıya gəlir. Əsərin qəhrəmanı olan Kross günün birində öyrənir ki, yer üzündəki missiyası ədaləti bərpa etməkdir. O pislislərdən, yəni yanmışlardan qopmağa, şərdən xeyrə doğru addımlamağa çalışır. Yaxşı, bəs bu yolda onu hansı çətinliklər gözləyir? Kross, yeni adı ilə Zündəci Claudius, şərin kökünü kəsə biləcəkmi? Cəmi 4 günlük macəralardan bəhs edən əsər öz geniş manerası oxucunu macəradan macəraya sürükləməsi ilə seçilir.